belə bilirəm, ya mənə nəsə olacaq, ya ailəmə nəsə olacaq, uşaqlarıma nəsə olacaq. Yəni ölüm fikri mənim ağlımdan çıxmır. Hər an bir ölüm təhlükəsi, bax bu cür düşüncələr beynimdə gəzir. Və təbii ki, soruşanda ki, son zamanlar yaşadığın bir ölümlə bağlı bir hadisə olubmu, sənin başına gəlibmi, yaxınlarının başına gəlibmi, bir xəstəlik olsun, yəni qohumların, yaxınların, anan, valideynlərin bildirir ki, heç bir şey olmayıb. Və əlbəttə, heç bir şey olmayıbsa, bəs nədən bu ölüm qorxusu insandan əl çəkmir? Niyə bu qorxu yaranıb artıq bu yaşda insanda? Və təbii ki, biz EMDR terapiyası ki var, bu daha çox uşaqlıqla bağlı yaşanan o hadisələrə enərək, həmin o uşaqlıqda yaşanan o qorxulu anları, ölüm qorxusu anlarını taparaq, onların üzərində başlayır işləməyə və bu problemi həll etməyə. Və biz həmin xanımla, halbuki xanım o travmasını xatırlamırdı. Xanım vurğulayırdı ki, biz həyət evində yaşayırdıq. Bizim həyətimizin, deməli, mətbəximizin pəncərəsi qonşunun həyətinə açılır. Yəni bizim mətbəxdən qonşunun həyəti aydın şəkildə görünürdü. Deyir və bir gün yadıma düşdü ki, xatırladı dediyim kimi seans sırasında ki, mən 7-8 yaşlarında yadıma gəlir ki, qonşunun uşağı dünyasını dəyişmişdi, suda boğulmuşdu. Onun deyir gözümün önünə o görüntü gəldi ki, şişmiş bədəni, cəsədi, yəni həyətin ortasına qoymuşdular və onun şişmiş bədəni və mən deyir ona baxanda çox qorxu hissi keçirtmişdim. Hətta deyir yadımdadır ki, anam sonradan məni qorxulu götürmək üçün bu el arasında olur da, çıldaq belə bir yerə də aparmışdılar. Yəni kökü ora getdi.